Salam aleyküm, əxinizdə nə var, nə yox? Yaxşılıqdır qardaş, şükür Allah, mən də yaxşıyam, sağlıq, salamatçılıqdır, yavaş-yavaş. Hə, ayıqam, salamatçılıqdır, işə düzəldim, işləyirəm, bir ilə yaxın bir işlə məşğulam, mən də işləyirəm. Sferalarım qaydasında da, yəni, biraz sıxıntılar olur, mənəvi cəhətdən ora-bura, amma belə hər şey şükür Allah, yəni ki, çiyinlərimə götürmüşəm çox şey, öhdəliklərimi, məsuliyyətlərimi gedirəm, qazandığım, işləyirəm, maaş, aldığım maaşı evin problemlərinə, vurduğum zərərlərə görə təmin edirəm. Özümü də inanırsan ki, yəni evdən adi bir 5 manat, 10 manat istəməyə də özümə şey bilirəm, necə. Quru-quru da yəni gedirəm, gəlirəm. İndi inşallah maşın əldə eləmişəm. Maşın qardaşım mənim öz maşınını verdi, özünə təzə maşın alıbdı. İndi mən də bunu satıb başqa bir maşın götürmək istəyirəm. Yəni işə də maşınla gedib. Yəni bir ilə yaxın mən avtobusla getdim, gəldim. O da mənim nə deyirlər, o sosial sferam biraz yaxşı deyildi də. Saat tezdən durub saat 7-də çıxıram. Avtobusqaya avtobus gözləyirəm, gedirəm, işə gəlirəm. O şimdi indi vərdiş eləmişəm də, yaxşılıqdır. Maşını da qismət Allahdan, ayaqların hədiyyəsi maşını da veriblər. Bundan sonra məzuniyyətdəyim inşallah ayın içi təzədən işə çıxıram. Bir ilim tamam olub da işləməkdə. Bir də minnətdaram sizə, minnətdarlıq var sizə. Nəzərə aldığınıza, diqqətinizə görə. Məhəmməd Rza qardaş, Allah sizdən razı olsun. Hər şey yaxşıdır, sağ ol.